Salam dəyərli izləyicilər, əziz kanalımızdan və sizləri xoş gördük. Hər birinizi bu günləri İnqilabda Tibb Universitetinin yaxınlığı Niagara Şadlıq Sarayının yanında 17 mərtəbəli yeni tikili qazlı kupçalı binanın 8-ci mərtəbəsində qanuni 2 otaqdan 3 otağa studiya şəklində düzəlmə bir mənzil təqdim edəcəm. Videodan da göründüyü kimi mənzilimiz yeni təmir olunub və təmirdən sonra yaşayış olmayan bir mənzildir. Burada mənzilin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz isə bizi qarşılayır. Burada mənzilin qonaq otağı və mətbəxi, burada yataq otaqlarımız yerləşir. Burada isə mənzilin sanitar qovşağı yerləşməkdədir. Girişdən sağ tərəfdə belə bir hissə var. Burada qardirob, düzgülü qardirob mebeli quraşdırılıb və bu tərəfdə isə restorandan istifadə olunub. Giriş dəhliz hissənin döşəməsi və sanitar qovşağının döşəməsi qranit və isti döşəmədən ibarətdir. Burada mənzilin qonaq otağı yerləşir. Gördüyünüz kimi belə bir geniş, auralı, işıqlı qonaq otağını görürsünüz. Qonaq otağı da əla dizayn şəkildə. Ümumiyyətlə mənzil dizayn əsasında təmir olunub. Gördüyünüz kimi belə bir lepqa işləmələr, tablolar, saatdan istifadə olunub. İşıqlandırmada lüstr, spot işıqlardan və belə bir dekorativ işıqlardan istifadə olunub. Burada TV stand quraşdırılıb. Döşəmə otaqlarda xüsusi növ bambuk parketdəndir. İstilik sistemimiz kombidir. Batareyalar da otaqlarda yerləşdirilmiş şəkildədir. Bu hissə mətbəx. Gördüyünüz kimi mətbəxi bura yerləşdirilib. Studiyo şəklində olunub. 2 mətbəx mebeli quraşdırılıb. Burada soyuducunun yeri nəzərə alınıb. Moydadır. Burada qaz peçi və aspirator da nəzərə alınıb. Mətbəx mebelinin sinəliyi tökmə süni mərmərdən ibarətdir. Mənzilimiz gün düşən işıqlı bir mənzildir. Mətbəximiz də görürsünüz kifayət qədər genişdir. Rahatlıqla hərəkət etmək mümkündür. Qonaq otağını da gördünüz. Yəni mənzildə proyekt superdir. Rahatlıqla bütün əşyalarınızı, mebellərinizi bura yerləşdirə bilərsiniz. Buradan daxil olaq mənzilin kiçik yataq otağına. Gördüyünüz kimi girişdə sol tərəfdə belə bir güzgülü şkafdan istifadə olunub. Yataq otağımız da kifayət qədər genişdir. Buradan eyvana çıxış da mümkündür. Mən digər yataq otağına keçəndə eyvana da keçid edəcəm, baxacaqsınız. Gördüyünüz kimi burada da spot işıqlardan, lüstrdən və gizli işıqdan istifadə olunub və belə bir tablo yerləşdirilib. Burada da TV internet çıxışları quraşdırılıb. Yenidən qayıdaq mənzilin dəhliz hissəsinə. Burada isə mənzilin böyük valideyn yataq otağı yerləşir. Gördüyünüz kimi burada da pərdə, lüstr, spot işıqlar, belə bir buralardan, tablodan istifadə olunub və burada isə bu cümlə lepqa işləmələrdən dekorativ bir güşə yaradılıb. Burada da kombi bataryası quraşdırılıb. Bu otağımız da kifayət qədər genişdir. Görürsünüz, rahatlıqla yataq otağı mebellərinizi, şkaflarınızı yerləşdirə bilərsiniz. Bütün otaqlarda kondisioner xəttləri də yerləşdirilib. Burada da TV internet çıxışları mövcuddur. Buradan daxil olaq mənzilin eyvan hissəsinə. Gördüyünüz kimi eyvanımız da bağlanılıb. Eyvan da kifayət qədər genişdir. Burada kombi aparatı, qaz sayğacı yerləşdirilib. Eyvanı sizlərə göstərim. Kifayət qədər geniş eyvanımız var. Mənzil ümumiyyətlə işıqlı, gün düşən geniş bir mənzildir. Ən əsası kupçalı binada yerləşir. Kupça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də ipoteka yolu ilə almaq mümkündür. İpotekası təsdiqlənmiş şəxslər də buyurub müraciət edə bilərlər. Son olaraqsa burada mənzilin sanitar qovşağını görürsünüz. Bütün aksesuarlar yerləşdirilib. Duş kabina, duş aksesuarları, moydadır, unitaz, hər biri yerləşdirilib, hazır vəziyyətə gətirilib. Keçək mənzil haqqında ümumi məlumata. Mənzilimiz yerləşir İnqilabda Tibb Universiteti Olimpik Starın Niagara Şadlıq Sarayının yanında yerləşir. 17 mərtəbəli binanın 8-ci mərtəbəsində 90 kvadrat ümumi ölçüdən ibarətdir. Kupçalıdır. Yəni çıxarış var mənzildə. 2 otaqdan 3 otağa studiya şəklində düzəldilib. Gördüyünüz kimi bütün otaqları mən sizə göstərdim.
Mənzilin qiyməti 295 min manat. Start qiymətli real alıcıya mənzilə baxdıqdan sonra endirim olunacaqdır. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirtmək mümkündür. Mənzil haqqında daha dolğun ətraflı məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlayın. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.